dənə də məsələ var ki, cəmiyyət bütün sevgiləri alçaq bilmir. Ana fəxrlə danışır ki, oğlum vəzifəyə getmək istəyir və dərs oxuyur, diplom alsın, vəzifəyə sahiblənsin. Heç eyb də bilmir özünə. Fəxrlə də bunu deyir. Mənim sözümlədir, vəzifə alçaq bir şeydir, sual verirəm, vəzifə alçaq bir şeydir. Hədəf olsa bəli, amma hədəf uca olsa vəzifə əla bir şeydir. Əleyhissalam deyir, çarıqlarını yamayır, İbn Abbas deyir, baxıram. 100 yerdən çarıqlarına yamaq vurub, xəlifədir. Və sonra deyir, qoydu qabağıma İbn Abbas dedi, bu çarığa nə verərsən? Dedi ki, dedim ki, bazara çıxartsın, qara qəpiyi də verməzlər. 100 yerdən yamamısan bunu, satsan alan olmaz bunu. Dedi, and olsun Allah, sizə xəlifə olmaq, hakim olmaq mənim üçün bu yamaqlı çarıqdan daha dəyərsizdir. Sonra buyurdu ki, haqqı bərqərar eləmək olmasaydı. Deməli, vəzifə yaxşı şeydir, bir şərtlə ki, və vasitə olsun xidmət üçün, həmin o məqsədə çatmaq üçün.